prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq. Bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Yəni o adların verilməsində dövlət dilinin normaları qorunmalıdır. Biz də bilirsiniz ki, dil haqqında qanunumuz var. Bu qanunda bu normalar hamısı göstərilibdir və hesab edirik ki, bu qanunda da dəyişiklik etməklə dövlət dilimizin qorunmasına yeni bir xidmət olacaqdır. Deputat Fazil Mustafa isə vətəndaşların asan məsələlərdə çox vaxt itirilməsinə diqqət çəkib. Bildirib ki, yeni yaradılacaq modellə bu məsələlər həllini tapa bilər. Vaxtilə bu parlamentdə çıxış eləyərkən mən bir məsələ, bir ifadə işlətmişdim. Demişdim ki, gəlin biz ayrıca bir nazirlik yaradaq, problemlərin həlli nazirliyi. Çünki ayrı-ayrı nazirliklər, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr eləyən Azərbaycan vətəndaşının bir çox hallarda elementar bir məsələləri həll etmədə nə qədər vaxt itirdiyinin şahidi idi. Amma ölkə prezidentinin təşəbbüsü ilə asan xidmət modelinin yaranmasından sonra Azərbaycanda mən deyərdim ki, bəlkə vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu bir mexanizmi əldə elədi. Digər qurumlarda bir çox hallarda bunu görə bilmirsən. Parlamentdə bölgələrdə vəkil çatışmazlığı məsələsi də qaldırılıb. Bildirilib ki, elə bölgələr var ki, orada 1-2 vəkil belə tapmaq çətindir. Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır deyə vurğulanıb. Bundan başqa plenar iclasda aqrar sektorda mövsümi çalışanlara gündəlik ödənişin 30 manata artırılması birinci oxunuşda qəbul edilib. Konstitusiyanın 30 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi də təsdiqlənib. Milli Məclis yeni hazırlanan daxili qoşunlar haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsi Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir. Şəhla Poladova, Samir Qasımov, Xəzər xəbər.